Aha, sorularımızı çökənlərdən davam eləyirəm. Sonra zor geometriden, bu kolay geometride, zor geometriden de hisse bir ödevləri vereceğiz. Tabii ki yanvarda 2026'da inşallah sağlık, salamatçılık olsun. Test 1'de birinci sayfada var mı arkadaşlar? Süratli bir şekilde gidelim. Test 1'de var mı? Xeyr, müəllim. Kimdəsə var mı Kamil, Fatıma icazə alıb biraz gec gələcək onun semestr. Var mı Kamilcim, Süleyman test 1'də? Test 1 çox Yox. asan idi. Belə normal dərəcədə. Test 2-də var mı? Buyurun. Hı -hı. Kamran sənin sualın hansı testdədir? Mənim müəllim. Hı -hı. Məndə test 2-də 10-cu sual var. 10 cevab Mən 11-ci. səs az gəlir yoxsa normal gəlir də elə bilirəm ki. Nigar səndə harda sual var testlərdə? Hansı testdədir? 4 səhvdir test 2-də. Yəni daha doğrusu yaza bilməmişəm. Aha. Arkadaşlar test 2'de neçə dediniz Kamran? Biraz cəldə olaq ki uşaqlar. Ki şeyli. 11 12-ci müəllim. sual değil mi? Bu sual ha Nigar. 4 məndə. Hı -hı. 12-ci sualda Nigar soruşdu. F ilə C-ni birləşdirəndə F ilə C-ni birləşdirəndə arkadaşlar ne diyoruz? 12 ise bir tərəfi orta diagonal, büyük diagonal 24 olur. Trapeziyanın da yamuğun da orta xəttin tavanında bir yamukda keçəcəz. Toplayıb 2'ye bölürdü. Elədi neçə? 18 yəni B bəndi. Test 2'də sonra mı? 4 var müəllim. Neçə səsin qırılır ya aynı Nigar? Neçə? 4. Ha 4. 12 diyorsun. Hmm. Güzel bir soru. Burada da necə eləyəcəz? Zərfə səndə harda sual var? Sualım yoktu. İşlemişim bunları. Hı hı. Şimdi arkadaşlar beşgen düzgün beşgende bütün köşegenler eşit olduğu için bunlar da birbirine eşittir, tamam mı? Dolayısıyla biz ne bilirdik? Bilirdik ki bunun bir tane açısı 108 derecedir. Dolayısıyla 36 var. Tamam. 108 buraya 72 olur. İşte ne olur? 72 olur. 36 olur. Burada 36 olur. 36, 72, 36, 72'den de 36 sana ne eləyir? 36. Yani ben ara yerde hamısını tapdım ki arkadaşlar fikrimiz şeye toparlansın. Sonra neçə uşaqlar test 2'də biraz cəldə olaq ki işimiz çox olacaq da. 11 müəllim. 11 müəllim diyorsun. Hı hı. Güzel bir soruyla karşı karşıyayız. Biz ne dedik? Altıbucaklıda, düzgün altıbucaklıda büyük diagonal iki defa böyük olurdu. Yani burası 16 olduğu için arkadaşlar burası onun ne olacak? Yarısı olacak. 8 olacak. Her tarafından olur 8 olmuş olur. Sonra arkadaşlar test 2'de yoktur. Test 3'e geçtik. Test 3'te buyurunuz. Dördüncü soru. Çok güzel bir soru oldu. Dördüncü sual. Şimdi arkadaşlar dördüncü sualı necə eləyəcəz? B'den D'ni birləşdirəcəz. B'den D'ni birleştirdiğimiz zaman tamam mı? Ne olacaktı? Bunun bir tarafı 8 olduğu için 8 olacak. 8, 8, 8 kök altı 100. Pifagora da göre x kare eşittir. 8 kök 3'ün karesi kimse geldi derse Salih geldi. Üste gəlinsin 2'nin karesi. X kvadrat da bərabərdir. Bu da neçə eləyəcək uşaqlar? 64 3'ə vuranda 192 eləməlidir. Üstə gəlinsin 4 196. X də niyə bərabərdir? 14 eləməlidir. Bu qulaqlıqda problem var. Bunu mən dəyişmiş olayım. Bu qulaqlıq mənim neynədir? Sıxdır. Bu qulaqlıqda problem var. İnternetdə son zamanlarda
Bizdə də 28 bölgəsində problem var. Deyəsən bəzi rayonlarda da problem var. Olur belə bir şeylər. Hı -hı. Səsimdə qırılma var mı arkadaşlar? Salih necəsən? Xeyir Səsim müəllim, gəlir yox. Salih? Yoktu hocam. Bəli, müəllim, gəlir. Hə, çünki mən bu mikrofonla əlaqəli problem var idi. İndi sən Salih qaldığımız yerdən davam eləyərsən, mən sənə hamısını izah eləyəcəm sonra. Nədən adı durumları. Aha, sonra bu testdə var uşaqlar sonra. Çünki mövzularda çox irəliyə getməmiz lazım. Sonra uşaqlar bu testdə. 6. 6 da bunun. Hı -hı. Baxın, 6 gözəl bir sorudur. 5'te də məsələn bunu deyim. Bu düzgün 5 bucaqlı olduğu üçün mənim balalarım, bütün diaqonallar, bütün köşegənlər bir-birinə bərabər olanda mənim balalarım, nə olur uşaqlar? Parçalar da bir-birinə olur. Dolayısıyla 4x minus 3, x üstəgəl 6'ya bərabərdir. Yəni bu şəkildə. Şimdi değerli kardeşlerim, şimdi gelelim buraya. Biz dedik ki beraber yanlı üçbucaqda hem tembelin hem median hem hamısı birbirine beraber olur. Burada səhvlik var. Ha, santimetr kub olmur da. BC belə deyim də 30 olur. Şimdi YC'ye bir tane A desək uşaqlar, AC olacağına 2A. Dolayısıyla bunun bir tərəfi nə olacaq? 3A. Tamam mı? İndi 3'ün 2'ye nisbəti açıortaya görə, yəni tənbələnə görə, elə bilin ki, mütənasiblik 3B'nin 2B'yədir. Bunlar da toplayanda olur nə? 5B bərabərdir 30'a. B də nəyə bərabərdir? 6'ya. Tamam mı? B 6 olanda FC də 6'nı 2'ye vuranda nə eləyir? 12 eləyir, yəni Y bölür. Sonra neçə uşaqlar bu testdə? 9. Səhifənin ən çətin misalı. Nicariləmisiniz bunu? Bəli, müəllim. Burada yəni necə izah edeyim, xətt Hamısını çəkmişdim. birləşdiririk. Hamısını, Hə. bəli, bəli, bəli. Çox çürüyücü bir, çox uzatmaca bir sorudur arkadaşlar. Altı bucağının bu şəkildə. Tamam mı? Bu şəkildə uzatdıq bunu. Sonra bu şəkildə uzatdıq bunu. Çox, çox, çox belə uzatmaca şeydi sorudur. İndi tabii ki hissə-hissə çözeceğiz. Şimdi AD 8 kök 3'tür. AD hanı 8 kök 3 burası. Tamam. AD 8 kök 3'te tabi burada yarı yarıya bölündüğüne göre burada 4 kök 3 kalır. Burada 4 kök 3 kalır. Tamam. İndi 4 kök 3 kalanda uşaqlar burası 4 kök 3 olur. Burada 4 kök 3 olur. İndi mənim balalarım. İndi. Biz de bilirik ki altıbucaqlıda 120, 30, 30 var. 120, 30, 30'da da 4 A köksü olurdu. Dolayısıyla bura 4 ilə, bura 4 olacaq. Biz de bilirik ki uşaqlar 30'dursa baba bura küçük yer 60'tır. Burada 30'dur. İndi 90'ın qabağındakı 4'dürsə baba deyir burada kiçiksə 30'un qabağındakı 2 olur. Tamam mı? Zaten bu 4 kök 3 özü de 2 kök 3, 2 kök 3 kimi yarı yarıya bölünür. Yani normalde bunu başa düştünüz. Bizden AB'ni isteyecek. Tamam. İndi bura 2'dirsə bu kısa hisse, tamam mı? Bu 2'dirsə, bunun bir tarafı 4'dürsə, 4'dürsə onda bura uzunluq 8 olacaq. Çünkü başa düştünüzsə bunun bir tarafı 4'tür, tapdıqda buranın. 8 olacaq. Burası da 4 olacaq. Çünkü 4 bir taraf 4 ya. 8 olduğuna göre ama burada da 2 olacaq. Burada 2 olacaq. Все. 8, 4, 4, 2, 2. Bir tərəf səhv etməmizə nə olmalıdır? 20 olmalıdır. D bərabər. Zaten YouTube'a reklam neydi şeydi. Zaps eləyirəm. Oradan istəyənlər ikinci daha baxa bilərlər. Sonra bu testdə var mı arkadaşlar? Bir de 11 var müəllim. Tabii arkadaşlar. Sorularınızı soralım. Mükemmel üstü bir sual soruşdum. Çok süper bir sual soruşdun. Seni tebrik edirəm. KL 6'dır. Tamam. Bizden ne isteyecek? CL isteyecek. Tamam olsun. Bakın neden adı. Gel bucaqları görelim. 120 6 bucaqlıda
60-60 bölünəcək. 90, 60 və 30 olacaq. Gəlin özümüzdən bir 30-a bir dənə A deyəlim. 30-un qabağındakı əgər A olursa, 90-ın qabağındakı 2A olur. Nə tər məsləhətdir? Bu A olsa, bu tərəfdə A olur. Bunun da hər tərəfi 2A olduğuna görə, mənim balalarım, biz nə dedik arkadaşlar? Dedik ki, altıbucağın bir tərəfi nə isə böyük diagonal onun 2 qatı olur. Yəni demək ki, kiçik diagonal 2A-nı 2A vuranda eləyir 4A. Buranın da hamısını toplayanda olacağına 2A üstəgəl 6-ya. Tamam. 2A bərabərdir 6-ya. A da nəyə bərabərdir 3-ə. A bərabərdir 3-ə. Yəni bura K-i 3 olur. Bizə nə istəyir? CL-ni istəyir. Hanı CL? Hə. Hündürlüyü də A3 olduğuna görə, yəni hündürlüyü istəyəcək. A-nın qabağındakı 3-dürsə, 60-ın qabağındakı ondan kök 3 dəfə böyük olur deyə 3 kök 3 olur. Yəni A bəndir. Sonra inşallah bu test 3-də hə, Kamran? 12. Neçə? 12. 12 var məndə də. Mükəmməl üstü bir sual həqiqətən də. Düzgün 5 bucaqlı. Tamam, düzgün 5 bucaqlı. Düzgün 5 bucaqlının mənim balalarım. Burada bir dənə bərabərlik, burada bir dənə bərabərlik olduğu üçün şöyle bir şey yapabilir miyiz? Bakın, əvvəlcə biz burada 108'i yazarım. 36, 36 yazarım. Tamam, yazdım. Yani hatırlatmaq üçün yazdım. İndi mən burada bir çubuq çəkməliyəm və yaxud da çubuqlar çəkməliyəm. Genelliklə məntiqi bu şəkildə götürməniz lazım ki, ümumiyyətlə Türklərin suallarında, yəni bütün xaricilərin suallarında şöyle bir şey var her zaman arkadaşlar. Fərqli-fərqli yerlərdə bərabərlik varsa, onlar bir-birinə birləşdirən ortaq parçaları birləşdirmək lazımdır nöqtədə. Yəni, AC DF-yə bərabər idisə, AD-ni birləşdirim ki, ona bərabərlik olsun ki, zaten siz bunun 72, 72, 36 olduğunu zaten bilirsiniz. Burada 36'ya 108'e göre. İndi mənim balalarım, bu bərabər yanlı olduğuna görə 90 üstə 36 gələndə neçə eləyəcək? Hı? 126. 126, 126 eləyirdi. Elə bil ki, 180-dan bunu çıxanda, 90-dan da 36 çıxanda neçə eləyəcək uşaqlar? 54. Doğru mu? Deməli, hərəsindən nə düşür uşaqlar? 27, 27 düşür. Tamam, 27. Biz də bilirik ki, bunların hamısı 36, 36, 36 deyil hissəyə bölünür. 36-dan da 27-ni çıxanda buraya nə qalacaq? 9 dərəcə. Bu kadar basit. Hı -hı. Sonra davam edirəm. Buyur, davam edirəm, döndü, qutardı. Hı -hı. O zaman təzə dərsi keçirəm arkadaşlar.